Salam. Bu videoda fonksiyonel təşkələ aid bir teorem ispat edəcəm və onun tətbiqini göstərəcəm. İllər əvvəl bir məsələ kimi görmüşdüm. Orada xüsusi bir hal idi. Sonra onu ümumiləşdirdim və başqa yerlərdə tətbiq edə bildim onu, o teoremi. Məsələ burada sadəcə olaraq məsələn bu teorem belədir. F funksiyası tam ədədlər çoxluğuna təsir edir. G funksiyası da tam ədədlər çoxluğuna təsir edir və K burada bir tam ədəddir. Amma mənfi 1, 0, 1 olmayan bir tam ədəddir. Əgər ixtiyari n daxildir Z üçün, ixtiyari n tam ədədi üçün K vur G F'n bərabər G'n olarsa, onda ixtiyari n daxildir Z üçün G'n bərabər 0 olar. Mən gördüyüm nümunədə bu K bu mənfi 1, 0, 1 olmayan bir ədəd idi. Məsələn, belə bir şey. Məsələn, deyək ki, belə bir şeydi. Unutmuşam neçə idi, amma ədəd idi orada. K yox idi. Belə olarsa, burada deyirdi ki, C'nin 0 olduğunu sübut edin. C'ni tapın, C'nin 0 çıxır. İxtiyari n üçün. Və sonra onu ümumiləşdirdim. Gördüm ki, bu 3'ün bir önəmi yoxdur. O 3'ün yerinə ixtiyari mənfi 1, 0, 1 olmayan bir tam ədəd olsa da, yenə də C'nin 0 olacaq. Və onu sübut elədim, ispat elədim. Sonra onun tətbiqlərini başqa yerdə gördüm. Yəni misal da tərtib edirdim ondan. İndi həmin faktı bir teorem olaraq yazıram. Yazmışam daha doğrusu. İndi isbatını eləyəcəm. Sonra bunun tətbiqini göstərəcəm. Yəni teorem belədir. F və G funksiyaları tam ədədlər çoxluğundan tam ədədlər çoxluğuna təsir edən bir funksiyalardır. K mənfi 1, 0, 1 olmayan bir tam ədəddir və ixtiyari n daxildir Z üçün. K vurulsun G F'n G-nə bərabər olarsa, ixtiyari n daxildir Z üçün G-nin 0 olduğunu ispat eləmək lazımdır. Teorem bunu deyir ki, ixtiyari n daxildir Z üçün G-nin 0'dır. N bir natural ədəd olarsa, belə bir işarələnmə qəbul eləyək. Olsun. Deyək ki, F üstündə M dedikdə belə, bunu deyəndə biz elə bir ki, N-ə F'in M dəfə təsir etməsini başa düşəcəyik. Bu belə olacaq. F içində və s. F içində N. Hansı ki, M sayda olacaq burada. M sayda. Yəni, nə demək istəyirəm? Məsələn, F'in üstündə 2 N dedikdə, bu F'in, yəni N-ə 2 dəfə təsir eləyir. F 3 belə dedikdə, bu yəni törəmə deyil, yəni bu funksiyalarda, yəni belə bir işarələmə qəbul edirəm sadəcə olaraq. F'in, yəni N-ə 3 dəfə F təsir eləyir. Deməli, bir dəfə bağladıq, bir dəfə bu bunu bağladı, bu bunu bağladı. Bu, bir mötərizə artıq oldu burada. 3 dənə mötərizə olmalıdır, belə şey. Bəli. Və s. 4 üçün də həmçinin N-ə 4 dəfə təsir eləyir. Bu işarələməni qəbul eləyək. İndi C'nin 0 olduğunu göstərəcəyik. Deyək ki, N-i qeyd etdik. İxtiyari N daxildir Z üçün C'nin funksiyasının 0 olduğunu sübut eləyəcəyik. Öncə belə bir şey ispat eləyək. Göstərək ki, ixtiyari n daxildir Z üçün və ixtiyari m daxildir n üçün belə bir münasibət doğrudur. Belə bir münasibət doğrudur. K üstündə m vurulsun. K üstündə m vurulsun. G F üstündə M N bu yenə G-nə bərabər olar. Məsələn, K bərabər 1 olsa təbii ki, doğrudur. K bərabər 1 olsa bu şərtdir konkret. Bu bərabərin qarşısına ulduz qoyum. Ulduz deməkdir o. Teoremin şərtidir. K bərabər 2 olsa doğrudurmu? Baxaq. K 2 olsa bu deməkdir. F, F'n deməkdir. Bu nəyə bərabərdir? Bunu yaza bilərəm. K vurulsun. K vur G, F,
F'n. İndi diqqətən baxsaq, şərtimizdə nə idi? K vurulsun C F'n C'ye bərabərdir. Onda bu ifadə bizə nə verəcək? Bu ifadə bizə C F'n verəcək. Ya, ulduzda elə bir ki, en yerinə F'n yazırıq. En yerinə F'n yazsaq bu olar. Və bu yenidən ulduza görə C'nin deməkdir. Demək ki, 2 üçün də doğrudur. 2 üçün də doğrudur. Yəni bu 2 dəfə təsirsə yenə də C'nin verəcək. İndi riyazi induksiya ilə çox asanlıqla göstərmək olar ki, M üçün doğrusa M plus 1 üçün də doğrudur. Onu göstərək. Yəni riyazi induksiya metodunu tətbiq edəcəyik. İspat üçün riyazi induksiya metodunu tətbiq edək. Birinci nedir? Başlangıç addım. Başlangıç addım. İxtiyari, yəni burada riyazi induksiyanı M-ə görə aparırıq. İxtiyari M üçün və N də istənilən bir tam ədəd olsa bu doğrudur. M bərabər 1 üçün bu bizim şərtimizdir konkret. K vurulsun C F'n bərabərdir Cn. Doğrudur. Doğrudur. İkinci neydi? İndiksiyon keçid. İndiksiyon keçid. Ne deməkdir o? M üçün doğrudursa, M üçün doğrudur demirik. M üçün doğrudursa M plus 1 üçün də doğrudur. Doğru olduğunu göstərək. Yani K üstü M vurulsun C F üstünde M N beraberdir C N. İstenilen N dahildir Z üçün. Doğrudursa onda K üstünde M plus 1 C F üstünde M plus 1 N beraberdir Cn. Beraberliği de İhtiyari N dahildir Z üçün doğrudur. İndi burada bunu fərz eləmişik. Baxın bu fərz olunur. Bunu fərz et. İnduksiyada belədir. Bu fərz et. Amma bunu sübut et. Burada bunu da bir fərqli bir rənglə göstərirəm. Bunu sübut et. Sübut et bunu. Edək. Göstərək. Deməli K üstü M plus 1 vur C F üstünde M plus 1 N. Yani bu N'e F'in M plus 1 dəfə tərs etməsi deməkdir. Təbii ki, bunu belə yaza bilərik. Bunu K vurulsun. K üstü M C F üstünde M dəfə tərs edib bir dəfə də eləcə yazmaq mümkündür təbii ki. Deməli, bəli. İndi fərziyyəmizə görə bu ifadə bizə nə verəcək? Hər n üçün Cn verirdi o. Bu da n yerine Fn durur. Bu bizə nə verəcək? Bu bizə verəcək K vurulsun C Fn verəcək bu.
Yani burada fərziyyədəki n yerinə fn yazılıb sadəcə olaraq. Olacaq c fn. Və teoremin şərtinə görə də bu da c-nə bərabər idi. İspat olundu ki, n plus 1 üçün də doğrudur. Deməli biz sübut etdik. Dediğimizi sübut ettik. K üstü m, yani bunu sübut elədik biz. Bunu sübut elədik. Bərabərliyi doğrudur. Burada bu bərabərlikdə m ixtiyari bir natural ədəddir. N də ixtiyari bir tam ədəddir. Sübut olundu. İndi fikir verin. Burada deyək ki, n-i qeyd edək. N daxildə z olsun. Əgər o bərabərliyə baxsaq, bu qeyd olunub artıq. Qeyd edək. Bunu n-i qeyd etdik konkret. Tərpətmirik n-i. İndi əgər biz buradakı iki ulduz bərabərliyinə baxsaq, görərik ki, ixtiyari m daxildir n üçün. K üstü m ədədi c-ni bölür. Və k mənfi 1 də 0 da deyil. Teoremin şərtinə görə 0 da deyil, mənfi 1 də deyil, 1 də deyil. O zaman k m naturada dəyişdiyi zaman k üstü m sonsuz sayda dəyər alacaq. K1 olsaydı onu deyə bilməzdik. Mənfi 1 olsa da deyəməzdik, 0 olsa da deyəməzdik. Buradan çıxar ki, buradakı k tam ədəddir. Buradan çıxar ki, c üstü n ədədinin sonsuz sayda tam böləni var. Bilirik ki, o ancaq 0 tam ədəd üçün doğrudur. 0-dan fərqli heç bir tam ədədin son sayda tam böləni olanmaz. Deməli, c-n 0 olmalıdır. Deməli, c-n bərabər 0 olar. Bununla da teorem ispat olundu. Yəni, əslində diqqətlə baxsanız, bu teoremin çox çətin bir teorem olduğu deyil. Yəni, çox çətin bir teorem deyil bu. Sadəcə olaraq, oradakı n yerinə bir dəfə də fn yazanda görünür ki, k kvadrat və oradan çıxacaq ki, k kvadratı cfn də onu verir. Cfn yox, k kvadratı cf üstü 2n cn verir. Və elə 3 də yazmaq mümkündür. O zaman c'nin sonsuz fərqli tam böləni olur deyə c'nin də 0 olur. Bu misal, bu teoremi tətbiq edərək bir misala baxaq indi. Belə bir misala baxaq. Deməli, misal belədir. Misalı özüm tərtib etmişəm. F z-dən z-ə təsir eləyir. Çox illər əvvəl Facebook səhifəmdə də paylaşmışdım bunu. Z-dən z-ə təsir edən bir funksiyadır. Və ixtiyari n daxildir z üçün 3 f fn minus 3 f kvadrat n bərabərdir fn minus n kvadrat plus 2. Bərabərliyi doğrudur. Fn soruşulur. Fn nədir? Bu misalı həll eləyək. Həlli. Yuxarıdakı teoremi tətbiq eləyəcəm, amma ona gətirəcəm öncə. Deməli, 3f fn minus 3f kvadrat n. Buradakı o 2 deyil. Burada mən orada 2'ni mötərizdə yazmışdım. Buradakı f'in kvadratı n, f'n vur f'n deməkdir. Bərabərdir. Yəni, bərabər deməyim. Hər tərəfdən 3 çıxım. Hər tərəfdən 3 çıxım. Onda burası minus 1 olacaq. Burada da 3'ü mötərizə xanə çıxartsaq, f f'n minus f kvadrat n minus 1 bərabərdir f'n minus n kvadrat minus 1 olacaq. İndi əgər biz fn minus n kvadrat minus 1'ə bir cn desək, cn funksiyası olsa və buradakı 3 ulduza baxsaq, görərik ki, bu 3 dənə cfn deməkdir. Həqiqətən də cn funksiyasında n'in yerinə fn yazanda oranı verir və
Burası da C'nin deməkdir. Buradakı 3 mənfi 1, 0, 1-dən fərqli bir tam ədəddir. Onda teoremə görə, ispat etdiyimiz teoremə görə C'nin bərabərdir 0 olmalıdır. C'nin 0 olmalıdır. C'nin nədir? C'nin də fn minus n kvadratı minus 1. Deməli, fn'i tapdıq. N kvadratı plus 1'miş. Cavab fn bərabərdir n kvadratı plus 1. Teoremi tətbiq edərək gördüyünüz kimi çox da heç çətin olmadı və fn'i tapdıq. Bu teoremlə bu tip çox sual tərtib etmək mümkündür. Yəni əslində teoremi başa düşəndən sonra necə tətbiq etmək lazımdır, necə tərtib eləmək lazımdır sualı, onu da hiss eləyə bilərsiniz. Növbəti videoda görüşərik, sağ olun.